Əskər evinə gələr və qapını açır, yoldaşın yüzü o biri tərəf olur, arxadan yoldaşın çağırar. Ərinin səsini eşidən qadın təəccüblə geriyə dönər. Geriyə dönəndə Əskər yoldaşının üzündəki yaraları yadı görər və bunu təəccüblənər buna. Qadın ağlayaraq, şaşqın halda qaçıb yoldaşının boynuna sarılar. Yoldaşı bundan soruşar ki, səni kim bu hala salıb? Deyir, sənin ailəm məni bu kökə salıb. Mənimlə çox pis davranırlar. Mənim vəziyyətim çox pisdir bu evdə. Elə bu anda oğlanın atası yuxarıdan danışa-danışa gəlir, aşağı düşür. Qız tez oğlana deyir ki, sən gizlən, aton gəlir. Və atası aşağı düşərək gəlinə deyir ki, sən bilmirsən ki, mənim indi dincəlmək saatımdır. Sən bunu heç vaxt yadında saxlamırsan, elə həmişə yadından çıxarırsan və özü divanda əyləşir, gəl məni masaj etkinə. Bəli, gəlin gəlir qaynatasını masaj eləməyə. Elə bu ərəfədə qaynənəsi də yuxarıdan deyinə düşür aşağı ki, bəs sən bilmirsən ki, mənim dincəlmə saatımdır. Sən bu mənim dırnaqlarımı gəl laxla ilə. Qaynatası arvadına deyir ki, sən bilmirsən ki, bu mənim ayaqlarımı masaj eləyir. Deyir, elə sənin ayaqlarını da masaj eləyəcək, mənim dırnaqlarımı da laxlayacaq. İkisini birlikdə yerinə yetirəcək. Və stolda əyləşib ayağını ayağının üstünə aşıraraq lakı gəlinə verir ki, mənim ayaqlarımı da ayaq dırnaqlarımı da laxlayın. Bəli, gəlin həm qaynatasını masaj eləyir, bir əli ilə də qaynənəsinin dırnaqlarını laxlayır. Bilmədən lakı kənara çıxardır. Bundan əsəbləşən qaynənəsi tez əsəbləşir ki, sən heç bir işi bacarmırsan. Qaynatası da bir yandan deyinir ki, sən imkan vermirsən ki, gəlin məni masaj etsin. Deyir, bu heç bir işi bacarmır. Və gəlinə deyir ki, sən yadında saxla ki, bu evdə bu işləri görmək üçün yaşayırsan. Əgər bu işləri bacarmırsansa, eləyə bilmirsənsə, qapı bax oradadır. Çıxıb gedə bilərsən. Bundan əsəbləşən gəlin cumur o biri otağa ki, telefonu götürürsün. Deyir, mən telefonu götürüb bu saat yoldaşıma hər şeyi xəbər verəcəm. Qaynənəsi buradan elə bu anda onun arxadan saçlarına yapışır və onu arxaya qarır. Deyir, sən bizdən izinsiz heç kəsə heç nə deyə bilməzsən. Yanında saxla ki, oğlum bizim sözümüzə inanacaq, sənin sözlərinə yox. Ona görə biz nə deyiriksə, sən ona əməl eləməlisən. Elə qaynatası bu anda arvadına deyir ki, ay arvad, çox dərinə getmə, sonra bu işin əngəli çıxar. Deyir, yox, heç bir əngəli çıxa bilməz. Bu bizə xidmət etmək üçün burada yaşayır. Və bunlar deyinə çıxıb gedirlər yuxarıda öz otaqlarına. Oğlan gizləndiyi yerdən çıxaraq deyir, qorxma Ginan, bundan sonra mən artıq evə qayıtmışam, sənə heç bir şey edə bilməzlər. Və gəlin aynı almaq üçün gedir ərzaq dükanına. Ərzaq dükanından
aynı önləri alıb qayıdır. Otağa girərkən qaynatası qışqırır gəlinin başına ki, hardasan bu vaxtacan? Sən bilmirsən, yemək saatının vaxtıdır. Sən hələ indi aynı ön alıb gətirirsən. Bəs yeməyi yadı nə vaxt bişirəcəksən? Gəlinin başına qışqırır və gəlini vurmaq istəyərkən oğlan gizləndiyi yerdən çıxaraq atasının qollarından tutur. Deyir ki, mən hər şeyi gördüm, artıq bildim siz bu evdə nə oyun çıxardırsınız. Mən əskəri xidmətdə ikən siz mənə, yoldaşıma mehribançılıq, qayğıkeşlik göstərmək əvəzinə onun başına nə oyunlar gətirirsiniz? Belə bir şey ola bilərmi? Artıq bura mənim evimdir. Siz belə bir insan olduğunuza görə bu evdə yaşaya bilməzsiniz. Mən hər şeyi öz gözlərimlə gördüm. Siz mənim yoldaşımın başına nə oyunlar gətirmişsiniz. Və beləliklə atasının anasını evdən çıxardır və özü öz yoldaşı ilə evdə yaşamağa başlayır. Bax belə dostlar, indi mehriban qayğıkeş ata-analar da var, belə Əzrail ata-analar da var. Hər bir insanın hər cür xarakterisi var. Gərək insan olanda öz insanlığını, səmimiyyətini itirməsin. İstəyir qaynata, qaynana olsun, istəyir gəlin olsun. Diqqətinizə görə çox sağ olun.